Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala alihi'l ma'sûmînel mukerremînel muntecebîn. وَاللَّعْنُ عَلَى أَعْدَائِهِمْ أَجْمَعِينَ إِلَى يَوْمِ الدِّينِ أَمَّا بَعْدُ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ. Şükürler olsun Allah'a ki Allah bu günde bize ömür verdi ve verdiği ömürde özün ve dostların bize tanıttırdı. Şükürler olsun Allah'a ki bizi halk arasında rüsvay elemedi ve eyiblerimizi örttü. Şükürler olsun Allah'a ki ruzumuzu elinde karar verdi ve bizi özünden başka hiç kime muhtaç elemedi. Allah'ın verilen öz Allah'lığına hatır ömrümüzün sonuna kadar bu nimetleri elimizden almasın. Amin. Ve bizleri verdiği bütün nimetlerin karşısında şükrediyen bendelerinden karar versin. Amin. Hazreti İmam Sadık Aleyhisselam buyurur, bizim dostlarımız olardı ki bizim kederimizle kederlener, sevincimizle sevinerler. Ben ellerimizden ve ayaklarımızdan öpürəm ki İmam Sadık Ağanın məclisinə gəlmişsiniz. Və nədir, neyin bərəkətidir, kimin duasıdır, Allah inayət edib ki, bu günləri bu vəzifəni siz daşıyırsınız ki, İmam Sadık Ağanın məclisi boş qalmasın. Bilmirik, harada necə yazılıb. Başda Allahın inayətidir, mən həmişə deyirəm, ondan sonra mən bütün bu nimətləri valideynlər və möminlərin duası nəticəsində görürəm. Çünki mən özüm bir şey qazana bilməmişəm. Amma Allahın bir minnətidir ki, bugün İmam Sadık Ağanın kədərli günündə kədərlənib, sevincli günündə sevinə biliriksə, Allahın lütfüdür və minnətidir. Allah İmam Sadık Ağayı xatir əlimizdən almasın. Amin. İmam Sadık Aleyhisselam bildiyiniz kimi 6-cı imamımızdır və 8-ci məsumumuz, 14 məsumun içində. İmam Sadık Aleyhisselam Şəvval ayının 25-i Hicri qəməri tarixinin 148-ci ilində 65 yaşında Mədinədə şəhid olur. Və İmam Sadık Aleyhisselamın şəhadət səbəbi zəhərlənmədir bir çox imamlarımız kimi və qatili Mənsur Dəvanidir. Allah lənət eləsin inşallah. Allah bütün əhl-i beyt düşmənlərinə və qatillərinə lənət eləsin. Ziyarət Aşurada cümlək var. Allahümmə lə'ən əvvələ zalimin zələmə haqqə Muhammedin və ali Muhammed və axirə tabi'in ləhu alə zalik. Əvvəldən axıra Muhammed, Ali Muhammedin nə qədər düşməni varsa Allah hamısına lənət eləsin. Allah hamısını zəlil eləsin. Xüsusilə bugünkü düşmənlər. Niyə xüsusilə? Düşmənlərə həmişə lənət. Ziyarət Aşura, Hindinin ziyarət Aşurası diyor ki, o vaxtda deyirlər ki, lənət, Hindi də lənət. Amma indi düşmənlərin sayı da çoxalıb. Düşmənlər də vəhşiləşib. Düşmənlər daha tuğyankar olub. Düşmənlər daha yırtıcı olub. Düşmənlər daha amansız olub. Çünki silahlar həddən artıq inkişaf eləmiş silahlardır. Təsəvvür edirsiniz, yəni belə də mən doğru deyirəm də, qabaq insanı ən maksimal vurarlar nizi ilə, oxla, qılıncla da, bundan o tərəfə bir silah növü yox idi ki. Yuvarlar deyirəm də mən. Hindi, siz təsəvvür edirsiniz, insanı raketlə vururlar. Yəni bir raket ki, 10 minləri öldürməyə gücü çatır, bir şəhəri dağıtmağa gücü çatır. Görürsən, bəzən
bir nəfər onu ilə vururlar. Hətta bəzən bir dənəsi ilə də ürəkləri soyulur. Məzhəbimizin fəxri, həqiqi Fatimə balası. Yəni Həzrəti Fatimənin atasının, həyat yoldaşının, övladlarının yolunun həqiqi davamçısı, böyük İslam şəhidi Seyyid Həsən Nəsrullah Rızvanullah Teala. Gördünüz də, bir dənə ilə ürəkləri soyunmadı. 80-85 ton partlayıcı bir insanın üstünə yağdırdılar. Təsəvvür edirsiniz? Yəni bir insanın çəkisi ilə müqayisə edəndə insan şoka düşür. Yəni məsələn bir 70-80 kilogram civarında bir insanın çəkisidirsə, 85 ton partlayıcı maddəni, bombanı bir insanın başına dökürlər. Görün zülm hara gəlib çıxıb. Görün nə həddə gəlib çıxıb. Son ali məqamlı İslam rəhbərimiz yenə də raketlə, Hacı Qasım Süleymani raketlə. Yenə Minab şəhəri İranda 170 körpə raketlə, yəni körpə qız uşağını raketlə vurarlarmı? Bəzən insan öz övladına belə acıqlananda, acıqlanmağı da insan, vicdanlı insan hiss edir ki, acıqlandı ya, vurmayın, fiziki təzyiq göstərməyib, Allah heç bir valideynə göstərməsin onu. Allah mənə pənah versin bizə. Bəzən xüsusilə qız övladına acıqlananda görürsən ki, acıqlanmaq da ağır oldu. Elədir. Hiss edirsən də, niyə sən atasan axı, sən kişisən axı, sən onu hiss edirsən ki, qız övladına hətta söz belə ağırlıq eləyir. Körpə qızları raketlə vurmaq nə deməkdir? 170 dənə qız balamız raketlə şəhid edildi. 14 dənə onlara tərbiyə verən müəllimələr. Görün hara gəlib çıxıb zülüm. Ona görə dedim, indi demirəm, elə sözüm bu idi. Həmişə, hər zamanda bütün zalim və düşmənlərə lənət. Amma indi elə bir daha da eybəcər formaya gəlib çıxıb zülm və düşmənçilik. Elə bir şiddətli formaya gəlib çıxıb. Həmişə olub. Həmişə olub. İmam Hüseyin Aleyhisselamın qətlinə baxın. Salamullah. Ona görə həqiqətən İmam Hüseyin Aleyhisselam üçün İmam Həsən ağa buyurdu. La yevməkə yevmik ya Əba Əbdillah. Bir söz açan dedi bunu İmam Həsən ağa. İmam Həsən ağa can üstədi. Elə İmam Sadiq ağanın şəhadət məclisindeydi. İmam Həsən ağa da zəhərlənmişdi də. Ki İmam Sadiq ağa da zəhərlənməklə şəhid oldu. Deyirlər, Allah lənət eləsin Muaviyyəyə. Allah lənət eləsin bütün əhl-i beyt düşmənlərinə. Zəhərin dozası o qədər çox idi ki, deyir, imamın ciyərlərini doğrayırdı. İmam öskürürdü, ciyərləri parça-parça ağzından tökülürdü İmam Həsən ağa. İmam Hüseyin ağa dayanıb başının üstündə, Həzrət Əbəlfəz dayanıb, xanım Zeynəb salamullah əleyha dayanıb. Hamısı ağlayırlar. Deyirlər İmam Hüseyin ağanın o ağlamağı İmam Həsən ağanın nəzərini çəkdi. İmam Hüseyin ağa bərkdən ağlayırdı. İmam Həsən ağa gözlərini açmağa taqət yox idi. Zəhmətlə o mübarək gözlərini açdı, gördü. İmam Hüseyin ağa bərk ağlayır. Hamı ağlayır. Amma İmam Hüseyin ağanın səsi xüsusilə cəlb elədi İmam Həsən ağa nəzərini. Zəhmətlə gözlərini açdı. Dedi ki, qardaş, sən ağlama. İmam Hüseyin ağa dedi, niyə? Dedi, sənin müsibətin kimi müsibət yoxdur ki, sənin müsibətin məndən böyükdür. Niyə belə deyirsən, qardaş? Dedi, mən can verirəm, sən başımın üstündə dayanmısan. Sən can verəndə başımın üstündə dayanan olmayacaq. Gördünüz də neynədilər zalimlar? Qətlə yetirdilər, ürəkləri soymadı. Başını kəsdilər, ürəkləri soymadı. Atları başladılar üstündə çapmağa.
əsrəcət və əlcəmət və tənəqqəbət qitalik. Bir söz neynədilər? Bir dənə nöqtə deyim sizə. Və bunu Ustad Azərmandan eşitdim bu nöqtəni. Ziyarət Aşurada da oxuyursunuz. Əsrəcət və əlcəmət və tənəqqəbət. Deyir, atlarının gözünə niqab çəkdilər. İmam Hüseyin ağanın cənazəsinin üstündən çapılacaq atlar ki var idi, gözlərini bağladılar. Niqab çəkdilər. Niqab yəni gözlərini örtdülər. Bilirsiniz niyə? At sürənlər, minənlər bilir niyə. At üstündəki yıxılsa da insanı tapdalamır. Atda bir xüsusiyyət var, insanı tapdalamır. İmam Hüseyin ağanın cənazəsi üstündən çapılacaq atların gözünü bağladılar ki, görməsinlər ayaq altında qalan nədir. Ona görə deyirlər, atlar o tərəfə, bu tərəfə gedəndə bədəndən parça ətlər qopurdu onun allarının altından. O vaxtda var idi zülüm. O tərzlə, o formada. Həzrət Əli Əkbər ağa şəhid olanda ağa gəldi onun tikələrin əbasının içinə yığdı. Tikə doğramışdılar. Dedi, bəni Haşimin oğlanları. Gəlin qardaşımızın cənazəsi götürün. Cənazə yoxdur ki, tikələri yığıblar əbanın içinə. Davam. İndi baxın, nə həddə gəlib çatıb. Uşaq demirlər, böyük demirlər. Yəni, bütün dünyanın intizamı ilə yanaşı hər şeyi itən kimi müharibənin də ədəbi ərkanı itib. Müharibənin də qaydası, qanunu itib. Allah bugünün zalimlarına hamısına lənət eləsin. Başda Trump olmaqla, Netanyahu olmaqla və onların tərəfdarları, onlara dəstək verən, onların işlərinə kömək edən, Allah hamısını zəlil eləsin. İmam Sadiq əleyhissalam da o zülümlərə məruz qalan məzlumlardan biri Mənsur onu zəhərləmişdi. Və bilirsiniz, bu zəhərlənmə dedik, İmam Həsən əleyhissalam zəhərlənib və biraz da qaydaq, zəhərlənmə İslamın əvvəlindən başlayıb da elə deyil. Həzrət Rəsullahın da zəhərlənmə məsələsi var da. Həzrət əleyhissalam vurulan qılıncın da zəhərli olma məsələsi var da. Bu tarixin təsdiqlənmiş müsəlləmatındandır da elə deyil, o qılıncı da zəhərləmişdilər. Həzrət əleyhissalamın şəhid olma səbəbkarı o zəhər idi. Qılınc yarası ilə zəhər bir yerdə. İmam Həsən ağa zəhərlənmə, İmam Sadiq ağa da zəhərlənmə. Bunların şeytanın ən gözəl hilələrindəndir. Muaviyyənin tarixdə bir dənə söz var, Allah ona lənət eləsin. Deyir ki, Allahın nə qədər bal qoşunları var. Zəhərli balı nəzərdə tutur. İlhamla deyir Allahın nə qədər bal qoşunları var. Yəni Allahın yaratdığı bala istənilən adamı öldürmək üçün biraz zəhər qatıb öldürə bilərəm. Deyir Allahın, Muaviyyə deyir, məlum, deyir Allahın balla nə böyük qoşunları var. Nə zəhər qatacaq, istədiyim adamı öldürəcək. İmam Sadiq əleyhissalam 65 il ömür sürüb və 31 il imamət müddəti olub. 31 il. Yəni ən çox imamət müddəti olan imamlardandır İmam Sadiq əleyhissalam. 31 il imamət müddəti olub və bilirsiniz İmam Sadiq əleyhissalamın dönəmi düşüb Öməvilərin, Allah hamısına lənət eləsin, süqutuna və Əbbasilərin xilafətə gəlişinə, o zamanda düşüb bunların bir-biri ilə düşmənçiliyi və o mübarizə, müharibə dövrlərinə İmam Sadiq ağa bundan istifadə edib. Ki, bəzi tarixlər deyirlər ki, 4000, bəzilər deyirlər ki, hətta 40.000 tələbə yetişdi. Və bu 4000 tələbə bilirsiniz, İmam Sadiq ağanın yetişdirdiyi 4000 tələbə, yəni dünya deməkdir, yəni cənnət deməkdir, yəni bütün dünyanın qurtuluşu deməkdir. Düzdür, imkan verməyiblər, düzdür, hələ də davam edir, düzdür, hələ də davam edəcək. Bir neçə il bundan qabaq, deyirdilər ki, bu Avropa ölkələrinin hansısınsa qədim kitabxanalarının, arxivlərinin birindən bir əl yazısı tapılmışdı. Həzrəti İmam Sadiq əleyhissalamın o şagirdlərindən birinə aid bir əl yazısı.
Onun üstünde araştırmalar gelmişti. Orada ne var idi, ne yok idi bilmirəm detalların. Ama neticede, yekunda Avrupa alimleri demiştiler ki, eğer bu el yazısı bizim elimize iller önce geçseydi, beşer, dünya bugünkü teknoloji inkişafına 500 il önce çatardı. İmam Sadık Aleyhisselam her şeyi deyip dersin. Tipte deyip, coğrafyada deyip, fizikada deyip, teknolojiyada deyip, her şeyi deyip. Sadece bəziləri gəlib çatır, bəziləri çatmıyor, bəzilərinin zamanı yoxdur, hələ gələcək. İmam o fürsətdən istifadə elədi. 4000 ki mərufdur, tələbə yetişdirdi özdə. Necə tələbələrdə daha məlumlar. Bugün dünyanın gedişatın dəyişə bilən tələbələr. Yəni sıradan tələbə yox. Sonra İmam Sadiq Ağanın tələbələri var idi. Bəzən imamın huzurunda danışırdılar. Yəni məsum olduğu halda sual verirdilər məclisdən. İmam deyirdi ki, məsələn, sən cavab ver ona. Bilirsiniz nə deməkdir? Allah'ın hüccətinin yanında bir nəfər dura, elmi söz danışa. Elmin dəryası oturub orada, bir nəfər durub elimdən danışır. Bu tür tələbələri yetişdirmişdir. Allah bizə də İmam Sadiq Ağanın yolunda sabit qədəmlik və bu məktəbə xidmətçilik İmam Sadiq Ağaya xatır ruzu eləsin inşallah. Əzana 4 dəqiqə qalıb. Mən İmam Sadiq Ağanın bizdən gözləntilərindən bəzi şeylər yazmışam. Xülasə, izahsız deyəcəm, 4 dəqiqədə çəkməz, tez qutarar inşallah. İmam Sadiq Ağanın bizdən gözləntiləri. Yəni bunların özü, mən 13 dənə şey yazmışam. Bunların özünün elə bir ki, hər birinin üstündə həftələrlə, aylarla dayanmaq olar. Amma elə ümumi mən sayıram. İmam Sadiq Əleyhisselamın bizdən çoxdur gözləntiləri. Bir baxışdan mən 13 dənəsini yazmışam ki, İmam Sadiq Ağa bizdən bu şeyləri istəyir. Sözümün nəticəsi bu olsun. Yəni bizim bugün bura gəlməyimiz budur. Bunları İmam Sadiq Ağadan öyrənək və görə İmam Sadiq Ağa bizdən nə istəyir və biz özümüzü necə aparaq? Yəni bu məclislər vaxt keçirmək üçün deyil ki. İmam Sadiq Ağanın bizdən gözləntilərinin bir dənə xülasəsini deyim. İnşallah Allah'tan İmam Sadiq Ağaya xatır tövfiq istəyir ki, bizə kömək olsun. Bunları həyatımızda tətbiq edə bilək, öyrənə bilək, öyrədə bilək, tətbiq etdirə bilək, göstərə bilək, əməli surətdə. Bir, İmam Sadiq Ağanın bizdən istədiyi səbir və dözüm. Ağanın bizdən gözləntilərindən biri budur. Lazımlı yerlərdə səbirli olmaq. 2, Ağanın bizdən gözləntilərindən biri budur. Təmtaraqlı yaşam tərzindən uzaq olmaq və sadə yaşamaq. İstənilən halda sadə geyinmək, sadə yemək, sadə oturmaq, sadə durmaq, sadə yaşamaq. Yəni təvazükarcasına yaşamaq. 3-cü istəyi İmamın bizdən izzət-i nəfs. İmam deyir, heç vaxt özünüzü heç nəyə görə alçatmayın. Xüsusilə dünya malına görə. Dəyməz. 5 mal artıq pul qazanacaq, biraz artıq mülküm olacaq, ya bahalı maşınım olacaq, ya vəzifəm olacaq. And ol Allah'a dəyməz. İmam deyir ki, izzət-i nəfsin olsun. Özünə bir dənə dəyər ver, özünə bir dənə dəyər ver. Sən bilginən ki, sən elə bir dəyərdəsən ki, özünü dəyişə biləcək bu dünyada heç nə yoxdur. İmam Sadiq Ağa hədisində fəmənukum əl-cənnə. Sizin qiymətiniz cənnətdir. Fəla təbi'uha illa biha. Özünüzü ondan ucuza satmayasınız ha. Dünyada cənnət olmadığına görə burada bizim qiymətimizi ödəyən bir şey yoxdur. İmam deyir, izzət-i nəfsini qoru. 3-cü izzət-i nəfs. Nə bağda özünü alçaldasan, kiçildəsən, ucuzlaşdırasan, Allah sənə dəyər verir. 4-cü imamın bizdən istəyir. Nə olur olsun deyir, düz danışan olun, heç vaxt yalan danışmayın və əmanətdar olun. Əmanətə riayət edin və həmişə düz danışan olun. 5-ci istəyi, özünüzün hidayət olması ilə kifayətlənməyin. Digərlərinin hidayət olması üçün əlinizdən gələni mütləq edin. İmam Sadiq Ağanın istəklərindən biri olur. 6-cı istəyi, vilayət mədarı. Heç vaxt vilayət çətirinin altından çıxmayın. Vilayətdən uzaq düşməyin. Çünki imamətin, vilayətinin altında olmaq xilas deməkdir, nicat deməkdir. Allah hədis-i qudsidə buyurur, vilayətü Əli ibn Əbi Talib hisni. Əli ibn Əbi Talibin vilayəti mənim keçilməz qalamdır. Mən dəxələ hisni əminə min əzabi. Kim o qalaya girsə, mənim əzabımdan amanda qalar.
İmam bizdən istədiyi 6-cı budur. İmamətin çətirindən, kölgəsindən, sayəsindən çıxmıyor. 7-ci istəyi imamın bizdən deyir, özünüzü önə çəkməkdən çəkinin. Çox gözəl bir şeydir. Özünüzü önə çəkməkdən, özünüzü gözə soxmaqdan, özünüzü tanıtdırmaqdan, şan şöhrət qazancı dalıcan düşməkdən, mən, iş tapıyorlar. Mən söhbəti yoxdur, sən yoxsan, mən yoxum. İmam deyir, şan şöhrət qazanmaqdan, özünü önə çəkməkdən, özünü gözə soxmaqdan qaç. Bunu deməsəm olmaz. Allah rəhmət eləsin Hacı Qasım Süleymaniyə. Allah şəhid rəhbərimizə də rəhmət eləsin. Şəfaətlərimizə nəsib eləsin. Hacı Qasım şəhid olandan sonra məclislərinin birində ağa dedi ki, bilirsiniz niyə Hacı Qasım bugün bütün dünyanın gözünün qabağındadır? Bütün dünya Hacı Qasım'a ağlayır, yas saxlayır, hamısı Hacı Qasımla danışır. Cavabında ağa özü dedi. Dedi çünki həmişə gizlində, xəlvətdə, görükməyən yerlərdə otururdu. Heç vaxt özün göstərməyə, gözə soxmağa, önə çəkməyə çalışmadı. Bu adamı ucaldar. Əksi də adamı alçaldar. İmamın 8-ci istəyi bizdən budur. Ailövüzün ehtiyacların bacardığımız qədər maksimal həddidə təmin eləməyə çalışın. Ailövüzə vaxt ayırın. Söhbət maddi ehtiyacdan bilmir yalnız. Ailəyə vaxt ayırın, ailəyə dəyər verin və ailə ilə çox maraqlanın. 9-cu istəyi imamın bizdən. Ədəb və əxlaqı qoruyun. Sizi görəndə bizi xatırlasınlar. Deməsinlər bu ədəbsiz kimdir. İmamın 9-cu istəyi bizdən budur deyir. Sizi görəndə bizi xatırlasınlar. Sözə bax İmam Sadiq deyir, mən necə davranardım bir nəfərlə? Şiə, sən də o cür davran. Çox mühüm məsələdir. Ədəb və əxlaqa deyir, çox riayət edin, bizim üzümüzü haq edin. 10-cu istəyi ağanın bizdən budur. Bir-birinizə çox kömək edin. Bir-birinizə çox kömək edin, bir-birinizin əlindən tutun. Kim kimin hansı ehtiyacını aradan apara bilirsə, İmam Sadiq alır ki, o neyle söz məni sevindirmişsiniz. 11-ci istəyi imamın bizdən budur. Fürsətlərdən istifadə edin. Fürsətlərdən istifadə edin, maksimal dərəcədə. Haçan bir yaxşı iş üçün əlbə fürsət keçdi, onu dəyərləndir. 12-ci istəyi budur. İmam buyurur ki, bu bir mənalı olaraq, yəni biz orada yoxuq. Günah məclislərində iştirak edir. Nə olur olsun. Filan kəs məndən inciyər, filan kəs deyər, hə, gəlmədi, xaloğlu deyər, uşağın toyuna gəlmədi, əmoğlu deyər, filan, deyir, bunların başını bıraxın. İmam deyir ki, o yerdə ki biz olmuruq, siz olmayın. Günah məclislərindən çəkinin. Siz oraya gedəndə bizim qəlbimiz ağrıyır. Kim istəyir imamın qəlbi ağrır? Kim istəyir imam zamanla vaxt eləsin? İmam deyir, günah məclislərindən çəkinin. 13-cü imam bizdən gözlənti və istəklərindən biri budur, buyurur, çox Quran oxuyun. Quran oxumağa vaxt ayırın. Quran oxumağa vaxt ayırın. Mütləq formada. Peyğəmbər buyurur da mömin əlamətlərindən biri odur ki, gün ərzində minimum 50 ayə Quran oxuyar. Hə? Bu minimumdur. Rəhbər Müəzzəm Rizvanullah Teala şəhid rəhbərimiz deyirdi ki, hətta bu iki hədislərdir Quran oxumalısan, bu əzbərdən oxuduğun Quranlar ondan sayılmaz. Şərtlərdən biri budur. Allah'ın kitabını əlbə götürəsən, açasan da belə o ayələrə baxa-baxa oxuyasan. İmam Sadiq Ağam bizdən istəklərindən biri budur ki, gündə mütləq hər gün istisnasız Quran oxuyaq. Quran oxuya bilməyənlər də mütləq öyrənsinlər. Allah'ın verir. Öz Allah'ına xatır İmam Sadiq Ağaya xatır bizi əff eləsin inşallah. Amin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.